Dünya Epstein fayllarından danışır. Mən istəyərdim ki, bu Epstein fayllarını indiki Azərbaycan siyasi reallığı ilə bir müqayisə aparım. Düzdür, indi Azərbaycan siyasətçilərinin adı orada çıxmır. Düzdür, indi Azərbaycan balaca bir ölkədir. Təbii ki, onun siyasətçilərini də ora çağırmazlar. Yaxşı ki, elə çağırmayıblar. Əminəm ki, çağırsaydılar qaça-qaça gedərdilər. Niyə? Çünki fikir verin. Baxın, bu boyda Epstein bu ortaya çıxıb da bu bir 21-ci əsrin ən böyük bir rəzalətidir, rəzil bir hadisəsidir. Amma Azərbaycan siyasət establishmentində fərq etməz iqtidar və yaxud da müxalifət. Hansı iqtidar və müxalifət? Bizim iqtidar zaten bir iqtidar var, aydındır. İndiki iqtidar və müxalifət. Hansı müxalifət? Özləri cümhuriyyətçi, respublikaçı, demokrat, liberal, sekulyar, Rəsulzadə Elçibəy yolu, qərbi yönümlü, dünyavi və s. Avropa inteqrasiya, Azərbaycanın gələcəyini NATO və Avropa Birliyində görənlər. Birinizin, heç olmasa onların birinin, əslində o müxalifətin adı elə samavar müxalifətidir. Bilirsiniz, Azərbaycanda bir samavar dosyası çıxmışdı. O da elə Epstein'in balaca bir formasıdır. Azərbaycan səviyyəsində bir formasıdır. Bu samavar müxalifətin, bu iqtidarın və bu samavar müxalifətini, yenə deyək, bu iqtidar da elə əqidə, ideoloji baxımdan bu samavar müxalifətin aşağı-yuxarı eynidirlər. Bunlar baxmayın, çox danışırlar. Başqa cür, amma eynidirlər. Necə bunlar qərbin altında uzanmağa hazırdılar, necə də onlar da qərbin altında uzanmağa razıdırsa, dava nədən gedir? Bunlar uzanıblar qərbin altına, əsasən İsrailin və Yahudi diasporasının, sionistlərin altında. Ümumiyyətlə tam uzanırlar. Biz nə qədər İsrailin üstünə gedirik, bunlar İsraillə yeni bir müqavimədə hakimiyyət nümayəndələri İsraildə bu süni intellekt müqaviləsi imzalayıb bizim rabitə nazirimiz. İndi o nazirin adı biraz başqa yerdə uzadıblar belə. Qısası rabitə nazirimiz, yəni bildiyimiz o rabitə naziri. Siz deyə bilərsiniz, düzdür də, yaxşıdır da. Bəs İsrail texnologiyalardan belədir, elədir. Eyni süni intellekt və yaxud digər müqavilələri məsələn Türkiyə ilə imzalaya bilərdik də. Niyə Türkiyə ilə eləmirik? Deyə bilərsiniz ki, Türkiyə baxımdan İsraildən geridə qalıb. Xeyr, məsələn, silah biz görürük, silah ixracından, silah texnologiyadan Türkiyə artıq İsrail, nəinki İsrail, Türkiyə Çinlə, Amerika ilə, Rusiya ilə artıq başa-başa gəlir. Yəni ki, niyə Türkiyə ilə eləmək? Son dönəmlərdə görürsünüz, Türkiyə-Azərbaycan münasibəti səngiyib. Hələ ki, Qurbağa gölünə daş atılıb. Heç bir artıq qardaşım söhbətləri yoxdur. Bu soyuma göz görür. Bu soyuma üzrə nə vaxt gedir? Paralel olaraq Azərbaycan-İsrail münasibətləri istilənir. Gündə bir səfər. İqtisadiyyat naziri getdi, orada səfər elədi. İndi rabitə naziri gedir. Yəqin biraz keçməmişdən artıq xəbərlər yayılır ki, Netanyahu bu uşaq qatili, müsəlman uşaqlarının qatili. Mən bu düzəlşirim. Netanyahu tək uşaq qatili, müsəlman uşaqlarının qatili. Netanyahu bizim prezidenti dəvət edib İsrailə, kiməsə deyib ki, dəvətlidir, buyurub gələ bilər. Belə mən təəccüblənmərəm, belə bir səfər olsun bu gedişatla. Və burada dava həmən eynidir. Yəni bu iqtidarla, bu dediyim bu iqtidarla sionist yahudilərə xidmət etməyə hazır olan bu iqtidarla, belə deyək, bu samavar müxalifəti arasında belə deyək, o dve strany одной монеты. Yəni bir qəpiyin iki tərəfidirlər bunlar. Burası dava nədir? O yorğan davası gedir. Bu deyir, mənim yorğan, mən xidmət edirəm. O deyir, yox, gəl, mən sizə xidmət edim. Ay İsrail, ay Amerika, ay Avropa, ay Epsteinlər, gəlin, mən sizə xidmət edim. Mən bunlardan daha yaxşı sizə xidmət edim. Dava onun davası. Və mən nəyə gətirirəm bunu? Görürsünüz, bu Epstein dosyası çıxıb. Bizim bu iqtidardan rəsmi səviyyədə, bu bizim samavar müxalifətindən. Bunlara sonrası müxalifət də deyə bilərsiniz. Nə bilim, səfirlik müxalifəti, nə bilim, müxtəlif adlarda, partbilet müxalifəti, onlara 30 ildə o qədər adlar çıxarıblar. Onların bir etiraz, bir rəsmi hansısa bir, istər Yapon, istər həmən o müxalifəti təşkil edən partiyaları, hansısa bir etiraz bir notunu gördünüzmü, olan funksionerlərini, adi bir belə bir çıxış şeylər gördünüzmü, Epstein biabırçılıqdır. Gördünüzmü, o söz istifadə etdinizmi, ağızlarla, dillərindən gördünüzmü o sözü istifadə etsinlər? Xeyr, niyə? Çünki niyə Epstein Yahudidir, soyadına eyindir və eyni soyadı olan adam bunlar söz deməzlər. Epstein dosyasında kim biabır olub? Amerika prezidentləri biabır olub, İngiliz şahzadəsi biabır olub, Amerika milyarderləri biabır olub. Onlar o dosyayı söz deyə bilərlərmi? Deyə bilməzlər. Çünki onlar bunların kölləridir, qullarıdır, kölələridir.
İqtidarlı müxalifəti, baxın Azərbaycan siyasəti bu vəz biz bunu illərdir sizə deyirik. Bu bir daha gözünüzü açın, yaxşı baxın. Yaxşı görün. Amma orada bir Epstein olmasaydı, bir İbn olsaydı, bir nə bilim oğlu olsaydı, bir nə bilim bir Ərəb, Türk, Pakistanlı, nə bilim soyadı olsaydı, onun arxasında indi bizim iqtidarın bu biz sizdə ortaya çıxardıblar da bu kişi və qadın cinsiyyətdən məxluqatlar, nə bilim şair adından, jurnalist adından bu iyrənc məxluqatlar çıxardıblar. Bunlarla iqtidar Azərbaycanın şərəfli insanlarını çamura atırlar, hücuma keçirlər. İlk öncə İslam dininə hücum edirlər, mentalitetlə məzələnirlər. Onlar bu saat bax belə telefonu qoymuşlar. Gördünüz, biz sizə dedik bu da İslam. Onsa görmürsünüz hicaba necə yürürlər. Baxın, amma bu məsələdə biri bir ağzına su alıb oturub, biri də bir söz demir. Həmən bu iqtidarın o məxluqatlarından tutmuş, qadın və kişi fərq etməz. Həmən bu samavar müxalifətinin funksionerlərinə qədər, həmən bu iqtidarın funksionerlərinə qədər. Biri bir çıxış eləsin də, biri etiraz etsin də, Pakistanda bir 60 yaşlarınsa bir köydə bir kişi bir 20 yaşlı qızla evlənsəydi, bu saat Azərbaycan mediası dağılırdı. Hətta Milli Məclisdə durub onun çıxışını eləyirdilər. Bəzi millət vəkilləri, hansı ki Qacarları qarandıq sayır, amma Rusiya işğalını Azərbaycan üçün günəş sayır. Sonra çıxış eləyirdilər. Gördünüz, bax bu budur, bu budur. Bax biz buna görə deyirik bizim gələcəyimiz bu məfhumatla deyil, bu dindarlarla deyil. Amma o boyda Amerikada hadisə baş verib. Amerikanın bütün siması o biabırçılıqlarda da, yəni cavan uşaq qızları zorlayıb, sonra olan ayaqlarını kəsirlər yataqanla. O zorlamada da kimlər iştirak edir? George Bush, ata George Bush'dan tutmuş, bütün elə bir dənə ata George Bush'un adı, bəs o ata George Bush da bilsə kimdir? Birinci Körfəz müharibəsində diktator Saddam Hüseynə qarşı güya demokratiya savaşı aparan bir adam idi. Hamısının adı hallanır. Amma ortada sakit durublar. Danışın da. İqtidarı da, müxalifəti də danışın da, çünki bunlar eynidirlər. Bunlar siyonizmin, bu satanizmin altına uzanmağa hazır. Sadəcə biri uzanıb 30 ildir qəşəng əvvəl Rusun altındaydı, sonra çıxdı onun altına, dedi yaxşı alt tapdım. Bu siyonizmin altına girib. Bu birisi deyir ki, yox, siyonistlərə deyir. Qurban olum sizə, biz daha sizin yaxşı altınıza uzanacağıq. Dava bu yorğan davası və yeganə Azərbaycanda sağlam siyasi qüvvə Ağ Partiyadır. Bu ikisinə də qarşı çıxır. Bizim mübarizəmiz, bizim fəaliyyətimiz artıq bir texniki hakimiyyət dəyişməklə deyil. Biz bir böyük bir şəbəkəyə qarşı mübarizə aparırıq. Demokratiya, sekularizm, cümhuriyyətçilik adında əslində isə satanizma, siyonizm özü satanizmdə bu sübut olundu. Epsteinin, Mossad agenti, Yahudi əsilli Epsteinin Amerika vətəndaşı Mossada xidmət etdiyi və bütün bu Mossadın oyunu, bir Mossad, bir İsrail kəşfiyyatı, Mossad bütün Amerikanın rəhbərlərini, liderlərini, aktyorlarından tutmuş prezidentlərinə qədər saldı bir, belə deyək, pusuya. Bütün bu saat Amerika o İsrailin əlindədir. Bu boyda Amerika balaca İsrailin əlindədir. Həmən o siyonizmin, satanizmin. Və yeganə bu sistemə qarşı Azərbaycanda da o sistemə xidmət edən iqtidar müxalifət adında siyasi qüvvələrə qarşı yeganə sağlam mübarizə aparan partiya Ağ Partiyadır. Bütün əxlaqlı, vicdanlı müsəlmanları bu partiya üzv olmağa çağırır. Artıq vaxtdır, andır və Ağ Partiya Azərbaycan burada oturaraq mübarizə aparır. Qaçmayaraq, yox. Biz də qaça bilərdik, biz də gedə bilərdik. Bizim imkanlarımız daha çox olub. Biz gedib orada hansısa bir qaçqın düşərgəsində qalmayasıydı. Biz orada imkanlar da yaradasıydılar, evlər də təklif etmişdilər. Hər şeydə əvvəl Amerikaya səfər, sonra Avropada yaşayış, hər şey. Amma biz bütün bunlardan imtina edib burada qaldıq və Azərbaycan siyasi reallığa uyğun olaraq mübarizəmizi, fəaliyyətimizi davam etdiririk. Üzvlərimizi qurbanlıq qoyun etmirik, qabağa verib, ət kimi qabağa vermirik. Bütün bu cizgiləri nəzərə alaraq Bakıda oturaraq bu sistemə qarşı, bu şəbəkəyə qarşı istər iqtidarı, istər müxalifətli mübarizə aparaq və fikir verin. Kimlər bizə bu yolda çamur atmadı? İqtidarından tutmuş müxalifətinə qədər eyni vəziyyətdə birləşdirdilər. Nə bilim, öz adamlarına hər iki tərəf dəstək verdi. Şair adından, jurnalist adından, bütün o əxlaqsız, mənəviyyatsız, ölkədə nə qədər əxlaqsız və mənəviyyatsız məxluqat varsa bizə qarşı hürdürdülər.
və hürdürmədə də davam edir. Ailəsinə sahib çıxa bilməyənləri, arvadlarının, uşaqlarına sahib çıxa bilməyənləri, bir sümüyə, pula hürənləri bizə hürdürdülər. Və bunlar da Epşteynlərdilər. Samavar nədir? Epşteynin Azərbaycan formasiyasıdır. Bunlar da Azərbaycanın Samavar adlı Epşteynlərdilər. Və biz yeganə bu şəbəkəyə qarşı iqtidarlı, müxalifətli, medialı, hər sahəli şəbəkəyə qarşı yeganə mübarizə aparan, fəaliyyət göstərən, siyasi reallıqlara uyğun olaraq Bakıda olaraq siyasi qüvvə Ağ Partiyadır. Və bəzi müsəlmanlar da bunlara adlanıb, bunların düşərgəsində də onlara dedik, ailən. Çünki sizin cəbhəniz iblisin yanında olan cəbhədir. Və siz nə qədər də özünüzü müsəlman sayırsınız ki, biz ibadət əhli, iblisin yanında olanlar sonda Allah tərəfindən hökmən mühakimə olunacaqlar. Dinindən, irqindən, millətindən, siyasi görünüşündən fərqli olmayaraq.